Loqaritma 10 əsasdan 4-də 3, 5-də 4, 6-da 5 və s. hamısının cəmi verilib və mənfi 2-yə bərabərdir. N bizdən tələb olunur. Loqaritmaların əsasları eyni olduqda biz onların cəmini hasil şəklində, yəni loqaritma 10 əsasdan 4-də 3 vurulsun, 5-də 4 vurulsun, 6-da 5 vurulsun və s. vurulsun n bölü n plus 1 kimi ifadə edərik və bu da mənfi 2-yə bərabərdirsə, 4 4 ilə 5 5 ilə ixtisar gedir və burada da bir 6 olacaq, ixtisar gedəcək, n də buradakına ixtisar gedəcək, qalacaq loqaritma n plus 1-də 3, 10 əsasdan n plus 1-də 3 və bərabərdir mənfi 2. Deməli 3 bölünsün n plus 1 bərabərdir 10 üstü mənfi 2, yəni bu da 100-də 1 verir bizə. Hər tərəfə gəl 3-ə vursaq, yəni 3 bölünsün n plus 1 bərabərdir 3 bölünsün 300. 3'ə vurduq. 3'lər bir-birinə bərabərdir. N plus 1 bərabərdir 300 olduğu üçün n də bərabərdir 299 alarıq.